Azərbaycan nağılları. Deyirlər bir gün bir padişah vəzirinə deyir ki, ay vəzir, yaman darıxmışam, hazırlaş bir ova çıxaq. Vəzir hazırlıq görür, xeyli yaraqlı yasaqlı qoşun götürür, atları yəhərlirlər, padişahla vəzir qoşunun qabağına düşüb başlayırlar getməyə. Az getdilər, çox dayandılar, çox getdilər, az dayandılar, dağlar aşıb dərələr keçdilər, çoxlu maral, ceyran vurdular. Yolları gəlib bir xərabəliyə çıxdılar. Gördülər ki, uçub dağılmış 2 xərabə ev var, hər evin başında bir bayquş ulayır. Birdən padişah dedi, vəzir, sən bir vaxt quş dil öyrənirdin axı, indi bu quşların nə dediyini başa düşürsənmi? Vəzir ki, belə bir fürsət dalısıcanı idi, tez dedi, bəli qibləyi aləm, başa düşürəm. Padişah dedi, yaxşı, onda de görüm, onlar nə danışırlar? Vəzir biraz çəkinə-çəkinə dedi, padişah sağ olsun, qorxuram deyəm, mənə qəzəbin keçər. Şah söz verdi ki, qorxma, qəzəbim keçməz. Vəzir dedi, bu bayquş o birinə deyir ki, qızını ver mənim oğluma. Qızın atası da deyir ki, verərəm, amma gərək mənə 7 xərabəlik verəsən. Oğlanın atası bayquş da deyir ki, ay sağ olmuş, padişahımız ki, belə başlayıb, 7 nədir? 77 xərabəlik verərəm. Bayquşların bu söhbəti padişaha çox təsir elədi. Elə bir yuxudan ayıldı, üzünü vəzirinə tutub dedi, vəzir, doğrudanmı mən zalimlik eləyirəm? Vəzir dedi, bəli padişahım, səni zülmünü görmək istəyirsən, təğyir libas et, düş cəmaatın içinə, onda hər şeyin düzünü bilərsən. Padişah ovdan qayıdıb gəldi, vəziri öz təxtində əyləşdirib, özü bir dəst dərviş libası geydi, şəhər bə şəhər, kənd bə kənd hər yeri gəzdi, adamlardan necə dolandıqlarını, padişahdan razı olub olmadıqlarını soruşdu. Biri dedi, külfətim, ailəm acından ölür. Biri dedi, padişah o qədər vergi qoyub ki, verə bilmirəm. Biri dedi, padişah oğlumu nahaq yerdən öldürüb, hamı onun zülmündən şikayətləndi. Padişah gördü doğrudan da ölkəni xarabazara, cəmaati dilənçiyə döndərib. Odur ki, daha getməyib geri qayıtdı, yolda qabağına bir qoca çıxdı. Gördü qocanın gözləri yaşarıb, yavaşca ona yaxınlaşdı, dərdini xəbər aldı. Qoca dedi, dərviş baba, nə edirsən mənim dərdimi, sən ki əlac eləyə bilməzsən? Qoca dedi, vallah, gözümün ağı qarası bircə oğlum var idi. Dağdan arına gələndə yolda çoğuna düşüb, daldalanmağa yer tapmayıb, soyuqdan ölübdür. Odur ki, bekefəm. Padişah çıxardıb qocaya bir ovuc qızıl verdi. Padişah qocanın yanından gələn kimi təxtə çıxıb əmr elədi ki, mənim torpağımda hər 7 ağaclıq məsafədə bir karvansara tikilsin, hər yekə çayların üstündə körpülər salınsın, karvan yollarına ağaclar əkilsin, kasıblara, yetimlərə, şişətlərə, qocalara xəzinədən qızıl paylansın, taxıl verilsin. Əl-qərəz, hər kimin nə şikayət olsa, o gündən padişah özü yoxlayıb, ədalətlə hökm çıxartdı. Padişah az vaxtda elə hörmət qazandı ki, hamı ondan razılıq elədi. Göydən 3 alma düşdü. Biri mənim, biri sizin, biri də nağıl söyləyənin.